Anama çatdırın, ağlasın məni. Mən burada qəribəm, yurt orada qərib. Hər yuva eldara, yurd olmaz Allah. Qürbətdə şadlanan mərd olmaz Allah. Mənim dərdim kimi dərd olmaz Allah. Mən burada qəribəm, yurt orada qərib. 17-ci ilə qədər, Rus inqilabına qədər Soyuqbulaqda təhsil olub və əsasən təhsilə rəhbərlik edən Türkiyədə, İstanbulda ali ruhani təhsili almış Mollalı əsasən təhsil aparırdı. Mollalı deyilənə görə Molla Pənah Vaqifin yaxın qohumu idi. Nuru Paşa ilə yaxın dostluq əlaqələri haqqında söhbətlər gedirdi. Görkəmli şəxsiyyət idi, təmiz ürəyi, saf ürəyi var idi, nəcib insan idi, xeyirxahlığı ilə seçilən bir adam idi. Öz hesabına Soyuqbulaq kəndində məktəb açmışdı. Bu məktəbdə əsasən Molla Alı tərəfindən ilahiyyat dərsləri, türk dili dərsləri və ərəb qrafikası tədris olunurdu. O dövrdə onun məktəbinə ətraf kəndlərdən də yığılıb gəlirdilər. Rusiya imperiyasının sürgün siyasəti Soyuqbulaqdan da yan keçmədi və Molla Alını sürgünə göndərdilər. Doğrudur, orada bir xeyli din xadimləri var idi. Sonradan onlar öz mollalıqlarını dandılar, yəni sürgünə getməmək üçün. Ancaq Molla Alı diplomunu göstərərək dedi ki, mən Allahım yolunda, türkülüyüm yolunda, xalqımın yolunda cəfalara dözməyə hazıram. Açmadı gülüm dağlar, qoynunda ölüm dağlar. Gen düşdüm Soybulaqdan, necə oldu elim dağlar. Bu balıqlı yoludur, için iskil doludur. Qaldır ocaq daşını ululardan uludur. Qayalara ün düşdü, güneylərə gün düşdü. Soyuq bulaq öz elim, niyə didərgin düşdü? Mən aşiq özüm neynim, söhbətim sözüm neynim. Qəriblik ağır dərddir, dözmüyüm, dözüm neynim. Mənim yadımda qalan Sədi müəllim, Məhəmməd müəllim, bunlar kənddə, o rayonda, o ərazidə bir orta məktəb var idi. Onlar ardıcıl olaraq həmin məktəbdə direktor oldular. Sədi müəllim Maarif şöbə müdürü oldu və bütün kəndlərdə, o cümlədən Soyuqbulaqda, qonşu Qızıl Şəfəqdə hamısında orta məktəb yaratdılar. Kəndimizdə gənclərdə əsasən elmə, oxumağa, təhsilə maraq yaradan kifayət qədər nüfuzlu müəllimlərimiz olub. Tək kəndimizdə yox, ərazidə ilk məktəbin, ilk orta məktəbin direktoru da məhz bizim kəndimizdən olub. Məhəmməd Cəfərov. Nüfuza hörmətə malik olan insanların yetişməsində, onların bir ziyalı kimi formalaşmasında böyük xidmətlər olmuşdur. Məşhur alimimiz akademik Afat Qurbanov, Qızıldaş kəndindən olan həkim Eldar Əliyevin adını çəkmək istəyirəm. Evli kəndindən olan professor Mehmet Mustafayevin adını çəkmək istəyirəm. Bizim hörmətli yazıçımız Mövlud Süleymanlının adını çəkmək istəyirəm. Məhz bu ziyalıların hamısı Məhəmməd Cəfərovun, onun dərs dediyi, onun rəhbəri elədiyi məktəbin yetişdirmələridir. Həmin adlarını çəkdiyim müəllimlərdən başqa, mən bugün yenə iftixar hissi ilə Zəkəriyyə müəllimin adını çəkmək istəyirəm. Mən Ziyəddin müəllimin adını çəkmək istəyirəm, Omar müəllimin adını çəkmək istəyirəm. Onlar bizim, yəni bu həmən ərazidə, həmən təkcə kənddə yox, ərazidə kifayət qədər təhsili almış ziyalıların yetişməsində onların böyük xidmətləri olmuşdur da. Kəndin hər nemətdən var payı, qayanın kəkli yotu, dağın qar payı. Uzanıb yatdığım çəmən çarpayı, nə yaxşı görüşdük, nə yaxşı yenə. Xəyalım bulud tək burdan ötəndi, soruş,
Saçlarındakı dən nədəndir? Yanmayıb qəlbimi yandıran təndir. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Bu da yəhərliyib mindiyim bozdaş. Kövrəlmə ürəyim, tab gətir, tablaş. Ömrümün ləzzəti, aköhnə damdaş. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Vurğundur yala yamaca ənvər. Meylədər yarpıza, umaca ənvər. Ayquzu otaran balaca ənvər. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Nəhayət zaman gəldik varlı adamları. 1937-ci ildə, 38-ci ildə onların mal dövlətini əlindən aldılar. Hamısını bir neçə gün ərzində Söyüqbulaqda püxtələşmiş, varı dövləti olan adamları repressiya eləmiş və güllələmişlər. Mən bunlardan yadımda qalan Sədrlin Alı, Piröyünün İslam, Xan Əhmədoğlu, Binnətli Mahmud və mənim öz atam Fahralı Musanı aparıb güllələmişlər. Soyuqbulaq kəndi kifayət qədər tanınmış, kifayət qədər elm sayəsində, təhsil sayəsində öz sözlərini demiş insanlar yetişdirmişdir. Həmən insanlara misal olaraq Professor Tahir Pənahov göstərmək olar, Professor Minnətov qəhrəmanı göstərmək olar, Professor Hamlet Cəfərov göstərmək olar. Məsələn, Hamlet Cəfərov ərazimizdə adını çəkdiyi Məhəmməd Cəfərovun, yəni çox yüksək nüfuza malik müəllim kimi, müəllim adını şərəflə daşıyan Məhəmməd Cəfərovun ailəsində böyük başa çatmışdır da. Təkcə Pənahovlar ailəsində bugün 3 elmlər doktoru fəaliyyət göstərir. Bir ailədə 3 elmlər doktoru kifayət qədər böyük göstəricidir. Səhər-səhər qalxırdın, yaz başı olanda demək, bayıra çıxırdın, o güllərin ətirindən insan məst olurdu. Min cürə orada güllər bitirdi. Hansı, nə gülü deyirdin orada bitirdi, belə cənnət qoxusu gəlirdi bizim kətdən. Gör biz nə itirdik. Kendimizden biraz aralı Hacı Xəlil ocağı var idi. Hansı ki böyük, o mahallın böyük ziyarətgahı idi. Biz itirdik o gözəlliyi, o dədə-baba torpağını, o qəbristanlığı itirdik. Hansı ki bizim babalarımız, nənələrimiz orada rəhmətə getdi, orada qaldı. Amma bütün bunlara ermənilər sevinməsin. Geci var, tezi var. Onsuz da biz o vətənimizə, öz torpağımıza qayıtmalıyıq. Cəlaloğlu rayonu əsasən Borçalı'nın, Sarvan və Bolnis rayonlarının kəndlərindən məskunlaşmışdılar. Aram-aram onlar binə salmış və bunun əsasında da kəndlər yaranmışdır. Bu kəndlərdən biri də Soyuqbulaq kəndidir. Soyuqbulaq kəndi əsasən Sarvan rayonunun Keşal kəndindən, Bolnis rayonunun Kəpənəz kəndindən, elə də Fahral kəndindən bir neçə tayfalardan əmələ gəlmişdir. Bizim kənddə əsasən bizə nənəcənli deyirlər, Kəpənəkdən gəldiyimiz üçün. Kəpənəkdən Cəfəröyü, Keşaldən Əmirlər, Piriyevlər, Fahraldan Pənahovlar ailəsi pənah getmişdir. Və bundan başqa Orcovlar da əsasən Kürs Kəpənəsi deyirlər, oradan gəlmədilər. Bu tayfalardan mən Keşaldən gəlmiş Piriyevlər, Əmirovlar, Aran ilməcisindən gəlmiş, yəni ki, Kürs Kəpənəsi və oradan da Orucovlar və Binnətovlardır. Bizim o itirilmiş torpaq qəlbimizdə həmişə var, olub, olacaq. O, dədə-baba yurdu olduğu kimi bizim qəlbimizdən heç vaxt çıxmır. Əzizim dastan oldum, qohumdan dostdan oldum. Qonşumuz namərd çıxdı, eldən, ulustan oldum. Əzizim üzəngiyəm,
aşan daşan zəngiyəm. Ellərimizə gedən atlıya üzəngiyəm. Ağlı qaralı mənəm, dağlar maralı mənəm. Soyuq bulaqdan ayrı, qəlbi yaralı mənəm. Bu dağlar qoşa dağlar, veri baş-başa dağlar. Səndə babalar gəzib, səni min yaşa dağlar. Soyuqbulaqda Borçalının əksər kəndlərindən gələn, yay vaxtı dincəlməyə gələn kəndlilərimiz bizim Kəpənəkçi yaylağında, sonra Saraçlı yaylağında, bizim qəşəng yerlərimiz, Qəya bulağı idi, Qatar yurdu idi, Divsiz gölü idi, qəşəng dincəlməsi yerlərimiz var idi. Göytəpə, Bozvəlli, Qatar yurdu, hər bir hamısı bizim özümüz Soyuqbulaqda yerləşən yerlər idi. Yay olanda Hacı Xəlil adlı bir ziyarətgahımız vardı. Yay olanda cəmaatımız oraya dincəlməyə və ziyarət etməyə gəlirdilər. Yaman çoxdur günahımız, bilirəm. Su tökmüşük ocağına dağların. Ya Rəbb, görən bizi bağışlarmı? Gedəm, düşəm ayağına dağların. İstəyirəm, yağışında çiməm mən. Çiskin gələ, dumanında itəm mən. Çiçək olam, yaxasında bitəm mən. Çəmən olam, yaylağına dağların. Soyuqbulaq kəndi təkcə ziyallıq ənənələri ilə yox, həm də qəhrəmanlıq ənənələrini davam etdirən bir kənd idi. Qarabağ müharibəsində də bu ənənələr davam eləmiş. Kəndimizin şəhidləri var Qarabağ müharibəsində. Bunlardan Dilqəm Nəbiyev, Pərviz İsmailov. Şəhidlərimizin qanı o zaman yerdən qalxacaq ki, biz artıq öz torpağımıza qayıdacağıq. Soyuqbulaqlıların adından, Qərbi Azərbaycan cəmaatının adından, Azərbaycan millətini, Azərbaycan torpağında yaşayan insanların hamısına öz minnətdarlığımı bildirirəm. Onlar bizi öz doğmaları kimi qəbul elətdilər. Gün o gün olsun ki, onları Soyuqbulaq bulağının üstündə qonaq kimi qəbul eləyək. Kəndimizdə kifayət qədər yüksək nüfuza malik olan digər sahələrin də hərb sahəsində, misal General Piriyev, Heydər Piriyev bizim kəndimizin, təkcə bizim kəndimizin, elimizin olmamızın yox, ümumiyyətlə xalqımızın fəxri olan bir generaldır, döyüşən bir generaldır. Və mən həqiqi mənada o cür generallarımızla biz fəxr edirik. Neçələr onlarla bizim polkovniklərimiz hərb sahəsində kifayət qədər öz sözlərini demiş, kifayət qədər Azərbaycan xalqına xidmət göstərmiş polkovniklərimiz var. Çox inanıram və çox inanıram.